Üçüncü tapşırıqda bizə nə deyir? Üçüncü tapşırıq deyir faktorialla tapaq. Faktorialla tapmaq nə deməkdir? Deməli, faktorialımız P bərabərdir 1 faktorial, üstünə 2 faktorial, 3 faktorial və n faktorial. Deməli, biz nə edirik? Eyni formada başlanğıcımızı qoyduq. Düşdük aşağı, yenə də hansı ki dekləri, loqaritmdə dekləri deyirik, amma biz kağız üzərində inputla, yəni yazdığımız zaman input qeyd olunur. P bərabərdir 0, çünki toplamadır. Birinci ədədimizə yenə i adı veririk. Sonuncu enimiz olduğu bir dəqiqə mən nə etdim? Birinci dəyişənləri mənimsətməliydim. Aha, birinci dəyişənlərimi mənimsədirəm. P, i, n. Bütün dəyişənlərimi tanıtdım. Sonra düşürəm dəyişənlərimə dəyər verirəm. I bərabərdir 1. N-lə işim yoxdur. Çünki n-imi mən input şəklində verəcəm. İndi isə şərtimizə fikir verir uşaqlar. Demək, şərt birinci ilə sonuncu arasında olur. Birinci ədədim i-dir, sonuncu ədədim n-dir. Yaxşı, deyəcəksiniz müəllimə, bəs faktorial burada necə baş verəcək? Faktorialımız bizim, deməli, biz birinci, burada bizim 2 dənə işimiz var. Mən faktorialı dəyişən kimi vermədim. Deməli, burada məsafəmi açıram, çünki faktorialımı işlətməmişəm. Faktorial nədir? Biz deyirik ki, riyaziyyatda necədir qayda? 5 faktorial. Bu nə deməkdir? 1 vur 2 vur 3 vur 4 vur 5. Bu belədir. Bunu faktorial kimi misal olaraq göstərir, amma sən alqoritmə tətbiq etdiyin zaman riyazi formasını izah edəcəksən ona. Onun üçün deməli bir dənə mən f dəyişəni götürürəm. Burada da gəlib f-ə bir dənə 1 verirəm. Nə üçün 1 verdim? Ona görə ki, faktorial vurmadır. Vurmada biz 1-dən istifadə edirik. İndi mən birinci gələcəm, faktorialımı iş tapmalıyam. F bərabərdir, f vuraq i. Baxın, bu mənim faktorialımdır. Sonra düşürəm, faktorialları toplamalıyam axı. P bərabərdir, P üstünə gəl f. Faktorialımı topladım. Bəs i baxırıq. Burada i 1 idi, sonra 2 olacaq, sonra 3 olacaq. i-ni də artırmalıyam 1 vahidlə. i bərabərdir, i plus 1. Bu da gəldi yuxarı və mən burada p-ni çapa verirəm. Bu da son. İndi bunu gəlin tətbiq edək. Tətbiq etməklə baxaq, sonra isə loqaritmdə qurarıq. Deməli, baxırıq uşaqlar, i nədir? 1. 1 kiçik bərabərsən, n-i də vermiş 3. 1 kiçik bərabərsən 3-dən dedi, hə, düşdük aşağı. F bərabərdir, f-in qiyməti 1-dir, i-nin qiyməti 1. 1-i 1-ə vurduq, oldu 1. Sonra p bərabərdir, p-nin ilk qiyməti neçədir? 0. 0-ın üstünə 1 gəldi, oldu 1. i artdı, oldu 2. Qalxırıq yuxarı. 2 kiçik bərabərsən 3-dən dedi, hə. F-ə indi fikir verin. F-in sonuncu qiyməti nə idi? 1. i-nin sonuncu qiyməti nədir? 2. 1-i vururam 2-yə. İndi p bərabərdir. P-nin sonuncu qiyməti nə idi? 1. Üstə gəlinsin, bəs f-in sonuncu qiyməti nədir? 1 vuraq 2. i artdı, oldu 3. İndi davam edirik. 3 kiçik bərabərsən 3-dən dedi, hə. F fikir verin. F-in sonuncu qiyməti 1 vur 2 vur 3 idi. Deməli, P-də isə baxın, 1 üstə gəl, 1 vur 2, üstə gəl, 1 vur 2, vur 3. Faktorial burada bu mənada işlənir. Yəni, loqaritm bunu faktorialı belə işarə şəklində deyil, açılmış formada, yəni açıq izahlı formada başa düşür ki, bunu necə qurmalıyıq. Deməli, indi gəlin bunu loqaritmdə də tətbiq edək. Loqaritmdə yenə dekləri ilə işə başlayıram. Dekləriyə verilənlərimi qeyd edirəm. P, i, f və n. Bütün tanıtdım. Mən hansı dəyişəndən istifadə edirəmsə, hamısını tanıtmalıyam. Sonra assignin içərisində p-yə verirəm 0. Sonra i-yə verirəm 1. Yeni assign daxil edirəm. i-yə verdim 1. Sonra bir dənə də assign daxil edirəm. F-ə verirəm 1. Bunu qeyd etdikdən sonra bir dənə input gəlir işin içinə. Inputuma, deməli, inputa n-imi daxil edirəm. Sonra başlayıram işə. Şərt blokum nə idi? While-dır. While-da i kiçik bərabərsən n-lə. Kiçik bərabərsən n-lə. Biz bildik ki, bizə düstur verilibsə, şərt bloku birinci ilə sonuncu arasında olur. Bəs true qolunda nələr olacaq? Assign var. Bir dənə də assign var.
Bir dənə də sayının var. Siz bunu forla da istifadə edə bilərsiniz. Forla istifadə edəndə yalnız i olmayacaq orada. Qalanlar qalacaq yerində. F bərabər F vuraq i. Sonra P bərabərdir P üstə gəl F. Bir də i bərabərdir i plus 1. Bax, for istifadə eləsəz bu olmayacaq sizdən. Yalnız bundan istifadə etməyəcəksiniz. Sonda da nəyə çapa verirsiniz? Outputla P-ni çapa verirsiniz. Bu da bizim loqaritmdə faktorialımızın qurulması idi. Növbəti dərslərdə görüşərik.